Salam değerli futbol azərkeşləri, Extra Time futbol kanalı sizləri salamlayır. Bizon Azərbaycan Kuboku 4'te 1 final mərhələsində cavab oyunlarına yekun vuruldu. İlk oyunda Sumqayıtla qolsuz bərabərliyə razılaşan Zirə cavab görüşündə rəqibinin yarım final arzusunu ürəyində qoydu. Zirə 2 cavabsız golla ümumi hesabda 2-0 qələbə qazanaraq ilk yarım finalçı oldu. Son finalçı Qarabağ isə ilk oyunda 2-1 hesabı ilə məğlub olduğu Şamaxını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etdi. Maraqlı keçən qarşılaşmada Qarabağ 3-1 hesabı ilə qələbə qazanaraq ümumi hesabda 4-3 hesablı qələbə ilə adını yarım finala yazdırmağı bacardı. İlk oyunda rəqibini minimal hesabla məğlub edən Turan Tovuz səfərdə də Kəpəzə şans vermədi. Tovuzlular Kəpəzi 2-0 hesabı ilə məğlub etməklə ümumi hesabda 3-0 qələbə ilə yarım final adını yazdıran 3-cü komanda oldu. İlk oyunda qolsuz bərabərliyin qeydə alındığı Qəbələ Sabah qarşılaşmasının cavab oyununda olduqca maraqlı anlar yaşandı. Əsas vaxt 2-2, əlavə vaxtda 3-3 hesablı bərabərlik qeydə alındı. Qalibin adına isə penaltilər seriyasında aydınlıq gəldi. Penaltilər seriyasında daha dəqiq olan Sabah futbolçuları Qəbələni məğlub etməklə adını yarım finala yazdırdılar. Yarım final mərhələsində Zirə Turan Tovuzla qarşılaşacaq. Azərkeşlərin böyük maraqla gözlədiyi qarşılaşma isə növbəti yarım final oyunu olacaq. Ötən mövsümün finalçıları Qarabağ və Sabah bu dəfə yarım finalda üzə gələcəklər. Yarım final mərhələsinin ilk oyunları aprel ayının 2-si, 3-ü keçiriləcək. Söz sizdə əziz azərkeşlər. Sizcə finalda hansı komandalar üzə gələcək? Fikirlərinizi rəy bölməsində yazın. Videonu bəyənib kanala abunə olmağı unutmayın.